Meksikanın ən böyük cinayətkar qruplaşmalarından biri olan Jalisco Yeni Nəsil kartelinin lideri El Mencho ləqəbli Nemesio Oseguera Cervantes hərbi əməliyyat nəticəsində öldürülüb. APA xəbər verir ki, əməliyyatdan sonra kartel üzvləri ilə hüquq mühafizə orqanları arasında silahlı qarşıdurma yaşanıb. Meksika mediasının məlumatına görə, əməliyyat Jalisco ştatının Tapalapa şəhərində baş tutub. Dünyanın ən çox axtarılan narkotik qaçaqmalçılarından biri hesab edilən Oseguera'nın əməliyyat zamanı zərərsizləşdirildiyi bildirilir. Onun ölümü ilə bağlı hələlik rəsmi təsdiq olmasa da, şayiələr ölkə daxilində xaos yaratmaq üçün kifayət edib. Qeyd edək ki, ABŞ hakimiyyəti Oseguera'nın tutulmasına gətirib çıxara biləcək hər hansı bir məlumata görə 15 milyon dollara qədər mükafat qoymuşdu. Əməliyyatdan sonra qruplaşma üzvləri Jalisco və digər ştatlarda çoxsaylı nəqliyyat vasitələrini yandırıblar. Təhlükəsizlik qüvvələri ilə kartel üzvləri arasında toqquşmalar baş verib. Jalisco qubernatoru Pablo Lemus Navarro silahlı qarşıdurmaların ən azı ştatın 5 fərqli ərazisində baş verdiyini bildirərək, əhalini vəziyyət nəzarət altına alınana qədər evdə qalmağa çağırıb. İctimai nəqliyyat xidmətləri müvəqqəti olaraq dayandırılıb.